Salam dəyərli müəllimlər. Bugünkü dərsimizdə dərs 2-nin izahını verəcəm sizlərə. Təhsil qanunu Azərbaycan Respublikası deməli təhsil qanunundan seçmələr mövzusudur. Dərs 2-nin izahıdır. Ümumiyyətlə təhsil qanunu dedikdə nə başa düşürük? Təhsil qanunu nələrə aiddir? Hər bir vətəndaşın təhsil alma hüququ vardır. Dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir. Yəni 9 illik bazanı təmin edir. Təhsil sisteminə dövlət nəzarət edir və dövlət minimum təhsil standartlarını müəyyən edir. Bunlar təhsil qanununa aid olan seçmələrdir əlbəttə ki. Ümumiyyətlə təhsilin formaları var. Bir də var təhsil alma formaları var. Təhsilin səviyyələri, pillələri var. İndi onlara aydınlıq gətirək qısa formada. Ümumiyyətlə təhsilin formalarına nələr aiddir? Təhsilin formaları nədir? Və yaxud da təhsil alma formaları nədir? Baxın, bunlara aydınlıq gətirək. Təhsilin formaları dedikdə, bunlar 3 cürdür. Formal, informal, bir də qeyri-formal təhsil formaları var. Formal bilirik ki, dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Yəni, burada dövlət sənədi kimi yadımızda saxlaya bilərik ki, formal dövlət təhsil sənədinin verilməsi ilə başa çatan təhsil formasıdır. Baxın, müəllimlər diqqətlə yadımızda saxlayırıq. Yəni, dövlət sənədi verilirsə, bu nədir? Bu formal təhsil formasıdır. Qeyri-formal nədir? Bəs qeyri-formal da ki, yəni adından bəllidir ki, müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə əldə olunan təhsil forması adlanır qeyri-formal. Yəni, bu o deməkdir ki, burada dövlət təhsil sənədi verilmir. Yəni, dövlət təhsil sənədi ilə müşahidə olunmur. Bu da qeyri-formal təhsil forması adlanır, qeyri-formal. Bəs informal nədir? Informal da özünü təhsil yolu ilə biliklərə yiyələməkdir. Yəni, insan heç bir yerə getmədən, şagird və yaxud da ki, yəni MİQF, sertifikasiya hazırlaşan müəllimlər də ola bilər ki, yəni heç bir yerə getmədən, kursa, dərnəyə getmədən, heç arada başqa yerdə təhsil almadan özü-özünə məlumatlar əldə edir, müxtəlif mənbələrdən məlumatlar əldə edir və özü hazırlaşırsa, bu da özünü təhsil yolu ilə biliklərə yiyələnməyə adlanır ki, bu da informal təhsil forması adlanır. Bəs təhsil alma formalarına nələr aiddirsə, təhsil alma formaları əyani, qiyabi, distant, məsafədən, bir də sərbəst eksternat təhsil vardır ki, bunlara da diqqət edək. Deməli, əyani bilirik ki, gündəlik yəni dərs gedib gəlirik, dərsə gedib gəliriksə, əlbəttə bu əyanidir. Yəni gedib gəlməklə müşahidə olunursa, məktəbə gedirik, gəlirik. Bu olur əyani təbii ki. Qiyabi, yəni məktəbə getmədən oxuduğumuz təhsildir ki, bu qiyabidir. Bunu da bilirsiniz. Distant məsafədən də ki, yəni müxtəlif internet üzərindən keçirilən dərslərdir ki, biz də bundan pandemiya dövründə istifadə etmişik, distant təhsildən istifadə etmişik əlbəttə və yəni bu da məsafədən təhsil adlanır təbii ki də, yəni müəllim və şagirdin eyni məkanda olması gərəkmir də, yəni hərəsi öz məkanında olur və məsafədən təhsil alınır. Sərbəst eksternat da ki, müxtəlif kurslarda, deməli müxtəlif səbəblərdən daha doğrusu təhsildən kənarda qalan şəxslərə verilir ki, yəni müxtəlif səbəblərdən təhsildən kənarda qalan şəxslərə təhsil alma imkanı verilir ki, bu da nə adlanır? Bu da sərbəst eksternat adlanır. Ola bilsin ki, məsələn, təhsildən kənarda qalar, şagird təhsildən uzaqlaşar bir müddət və sonradan təhsil almaq istəsə əgər, bu adlanır nə? Sərbəst eksternat təhsil alma forması. Daha sonra təhsilin pillələri var idi, bir də təhsilin səviyyələri var idi. Təhsilin pillələri dedikdə, baxın müəllimlər, təhsilin pillələrinə nələr aiddir? Məktəbə qədər təhsil. Əgər məktəbə qədər deyirsə, bu artıq pillədir. Biri var məktəbə hazırlıq, biri var məktəbə qədər. Məktəbə hazırlıq desə, bu səviyyədir, amma məktəbə qədər təhsil desə, bu artıq pillədir. Daha sonra ümumi təhsil. Baxın müəllimlər, ümumi təhsil özü də pillədir. Peşə təhsili, orta ixtisas təhsili, bir də ali təhsil. Bunlar hamısı birlikdə təhsilin pillələri adlanır. Diqqətlə oxuyaq, yadımızda qalsın və dinləyək, yadımızda qalsın. Bəs təhsilin səviyyələri hansıdır desə, bu zaman deyirik ki, təhsilin səviyyələrinə
hansılara aiddir? Təhsil səviyyələrinə aiddir. Məktəbə hazırlıq mərhələsi 5 yaşı əhatə edir. İbtidai təhsil 1-ci, 4-cü sinifləri əhatə edir. Ümumi orta təhsil 4, 9, daha doğrusu 5-ci, 9-cu sinifləri əhatə edir. Tam orta təhsil isə 10, 11-ci sinifləri əhatə edir. Bax, bunları diqqətlə yadımızda saxlayaq ki, yaddaşımızda qalsın. Bəs aiddir ümumi təhsil proqramına, yəni kurikulumuna nələr daxildir desə, biz deyirik ki, fənlər üzrə kurikulumlar, dərsdənkənar məşğələlər, məktəbdənkənar təhsil proqramları, tədris planları, bunlar da ümumi təhsil proqramına daxildir. Bax, bunları da belə formada yadımızda saxlayırıq müəllimlər. Sonra Azərbaycan Respublikasında məktəbə hazırlıq mərhələsi 5 yaşdan başlayırdı, ibtidai təhsil də 6 yaşdan başlayır. Bunları da yadımızda saxlayırıq ki, mütləq testlərdə də qarşımıza çıxa bilər. Daha sonra var idi ki, ümumi təhsil prosesinin iştirakçıları. Ümumi təhsil prosesinin iştirakçılarına bəs kimlər aiddir? Əlbəttə bilirik ki, ümumi təhsil prosesinin iştirakçılarına təhsil alanlar, təhsil verənlər, sonra var idi loqopedlər, praktik psixoloqlar, sonra sosial pedaqoqlar, uşaq birliyinin rəhbərləri, kitabxanaçılar, sonra tibb xidmət işçiləri var idi. Bax, bunlar hamısı ümumilikdə, belə demək olarsa, məktəbdə çalışan bütün heyət elə hamısı adlanır, ümumi təhsil prosesinin iştirakçıları adlanır. Bunları da bu formada yadımızda saxlayaq ki, qısaca qalsın yadımızda. Bir də var idi ki, ümumi təhsilin tam orta təhsil səviyyəsində, yəni o təmayüz sinifləri olurdu ki, təmayüz siniflərində şagirdlərin sayı ən azı 15 nəfər olmaqla, yəni kompleksləşdirirdi ki, onlar yəni ən azı 15 nəfər olmalı idi sinif mühitində. Əlbəttə ki, bunu da yadımızda saxlayırıq. Daha sonra var idi ki, ümumi təhsil sahəsində təhsil alanların hüquq və vəzifələri, həm təhsil alanların, həm təhsil verənlərin, eyni zamanda da valideynlərin hüquq və vəzifələri qeyd olunub. İndi onları qısaca nəzər salaq müəllimlər. Ümumi təhsil sahəsində təhsil alanların hüquqları hansılardır? Baxın, belə deyək də, təhsil standartlarına uyğun keyfiyyətli təhsil almaq. Baxın müəllimlər, əgər almaq deyirsə, artıq bu nədir? Hüququmuzdur. Yəni ümumiyyətlə onu yadımızda saxlayaq ki, hüquq bizim yəni istəsək edərik, istəməsək etmərik. Yəni bu kimi yadımızda saxlayaq, amma vəzifə odur ki, biz bunu hər an yerinə yetirməliyik. Yəni bu bizim borcumuzdur. Daim yerinə yetirməliyik bunu. Bu formada qalsın yadımızda. Keyfiyyətli təhsil almaq. Baxın müəllimlər, burada almaq sözü var. Əgər almaq deyirsə, artıq bu nədir? Bu təhsil alanın, yəni şagirdin hüququdur. Sonra dərsdənkənar məşğələləri, kursları sərbəst seçmək. Baxın, seçmək sözü var. Seçmək, almaq, bunları harda görürüksə, bunlar artıq təhsil alanın hüquqlarına aiddir. Ümumiyyətlə, hüquqlara aiddir. Yəni seçməkdir, almaqdır. Bu kimi ifadələr varsa, bunlar yəni olacaq nə? Hüquq olacaq əlbəttə ki. Çünki bunu seçirik və yaxud da ki, nəyisə istəsək alırıq, istəməsək almırıq. Yəni bu formada, yəni keyfiyyətli təhsil almaq deməli nədir? Bizim əlbəttə ki, hüququmuzdur ki, şagirdin hüququdur ki, keyfiyyətli təhsil alsın. Yəni onun belə bir hüququ var şagirdin. Əgər almaq sözü varsa, mütləq biz bunu hüquqa götürürük. Seçmək sözü varsa, nəyisə seçiriksə, bu da bizim hüququmuzdur. Sonra tələb etmək. Bax, nəyisə, ümumiyyətlə, nəyisə yox, belə deyək də, qiymətləndirməmizi, yəni tutaq ki, şagird qiymətləndirməsindən narazı qalıb, onu qiymətləndirməni yenidən tələb edir müəllimə ki, mən təzədən qiymətləndirmək istəyirəm, yəni ola bilsin ki, qiymətimdən narazı qalmışam şagird olaraq və yenidən qiymətləndirməni tələb etmək istəyir. Əlbəttə, bu şagirdin hüququ var ki, qiymətləndirməni tələb etsin. Sonra öz fikir və mülahizələrini sərbəst ifadə etmək. Baxın, sərbəst sözü var. Sərbəst sözü varsa, artıq bunun hüququdur. Yəni, o sərbəstdir, hüququdur. Psixoloji yardım almaq. Baxın, burada da almaq sözü var. Yenə də almaq deyirsə, bu da hüquq olacaq. Əlbəttə ki, təhsil alanın hüququdur. Bəs vəzifədə nəyə yadımızda saxlayaq? Vəzifədə var idi ki, bilik və bacarığa yiyələnmək. Bax, burada artıq yiyələnir. Yəni, onun borcudur. Vəzifəsidir ki, yiyələnsin. Sonra verilən tapşırıqları vaxtında keyfiyyətlə yerinə yetirmək. Baxın, yerinə yetirmək, yiyələnmək.
Bu sözləri harda görürsünüzsə altından xətt çəkə bilərsiniz. Bunlar vəzifədir artıq. Yiyələnmək, yerinə yetirmək, sonra hörmətlə yanaşmaq. Baxın, təhsil prosesinin iştirakçılarına, müəllimlərə hörmətlə yanaşmaq, digər insanlara hörmətlə yanaşmaq, valideynlərə hörmətlə yanaşmaq artıq təhsil alanın nə idi? Vəzifəsidir. Daha sonra var idi təhsil verənin hüquq və vəzifələri. İndi bunlara da qısaca nəzər salaq. Ümumiyyətlə, təhsil verənin hüquq və vəzifələrində var idi ki, normal təhsil şəraiti ilə təmin olunmaq. Əlbəttə ki, təhlükəsiz, normal iş. Baxın, orada iş sözü bizim açar sözümüzdür. Çünki iş kimə aiddir? Müəllimə aiddir də, təhsil verənə aiddir. Normal iş deyirsə, artıq bu təhsil verənin hüququdur. Bu yadımızda qalsın. Sonra müxtəlif təklifləri irəli sürmək, şərəf və ləyaqətinə hörmətlə yanaşmanı tələb etmək. Baxın, tələb etmək var. Müəllim tələb edə bilər, əlbəttə ki, bu da onun hüququdur. Daha sonra var idi ki, təltif olunmaq, sonra staj keçmək, yeni ixtisas almaq. Baxın, almaq var yenə də. Almaq varsa, bu da nə idi? Təhsil verənin hüququ idi, əlbəttə ki. Təhsil verənin vəzifələri hansı idi? Təhsil verənin vəzifəsi o idi ki, sertifikasiyadan keçmək, bəli, vəzifəsi idi. Keyfiyyətli təhsil vermək, qabaqcıl pedaqoji o təcrübələri öyrənmək, innovasiyaları, yəni innovasiya nədir? Yenilikləri öyrənmək və onu şagirdlərə tətbiq etmək. Əlbəttə, müəllimin vəzifəsidir, borcudur ki, yenilikləri öyrənsin və öz şagirdlərinə də öyrətsin. Bax, ümumilikdə bütün bunlar hamısı müəllimin vəzifəsidir, yəni təhsil verənin vəzifəsidir. Eyni zamanda da valideynlərin də hüquq vəzifələri var. Ümumiyyətlə, onlar testlərdə asanlıqla tapılır, amma qısaca nəzər salaq ki, valideynin də hüquq vəzifələri var idi ki, dərsə davamiyyəti haqqında, yəni şagirdin öz evladının dərsə davamiyyəti haqqında, təhsilə marağı haqqında məlumat almaq, bəli, almaq varsa, elə bu da müəllimin yox, nə də təhsil alanın yox, elə valideynin hüququdur. Çünki burada da almaq sözü var. Diqqətli oluruq ki, nəyi alır, bunlara diqqət eləyirik. Sonra əməkdaşlıq etmək, təhsil müəssisəsi ilə əməkdaşlıq etmək var idi. Könüllü yardımlar etmək var idi. Bax, bunları harda görürüksə, bu da valideynin hüququdur. Əlbəttə ki, yadımızda saxlayırıq ki, valideynin hüququ kimi yadımızda saxlayırıq. Sonra vəzifələri var idi. Burada valideynlərin vəzifəsi var idi ki, ümumi orta təhsil almasını təmin etmək, yetkinlik, deməli, mənəvi yetkinliyi üçün məsuliyyət daşımaq, bəli. Əlbəttə ki, onun üçün məsuliyyət daşıyır, valideyn olaraq övladı üçün məsuliyyət daşıyır, əlbəttə ki, ümumbəşəri dəyərlərə hörmət ruhunda tərbiyə etmək var idi. Digər vəzifələri yerinə yetirmək var idi. Daha doğrusu, məktəb kollektivi ilə əməkdaşlıq etmək, ümumi təhsil müəssisəsinin daxili intizam qaydalarına əməl etmək, işgüzar nüfuzu qorumaq, yəni bu kimi tələbləri yerinə yetirmək kimi vəzifələri var idi. Bunları da bu formada yadımızda saxlayaq ki, yadımızdan çıxmasın. Daha sonra var ki, pedaqoji fəaliyyətlə məşğul olma. Kimlər məşğul ola bilərdi, kimlər məşğul ola bilməzdi? Məşğul ola bilməyənlər onlar idi ki, pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Əlbəttə, məhkəmənin qanunu ilə qüvvəyə minmiş, yəni belə deyək də, qadağan olunmuş, onların fəaliyyətlə məşğul olması qadağan olunmuş şəxslər, ağır cinayət törədənlər, xüsusilə ağır cinayət törədənlər, yəni onlar təhsil prosesində iştirak edə bilməzlər, pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər və yaxud da keçici xəstəliyi olan insanlar da, yəni müəllimlər də pedaqoji fəaliyyətlə məşğul ola bilməzlər. Sonra sertifikatlaşma haqqında orada qısaca məlumat vermişdik ki, Dövlət Ümumi Təhsil Müəssisəsində təhsil verənlərə, yəni onlar 5 il müddətində müvafiq icra hakimiyyəti orqanı müəyyən etdiyi, orqanlar müəyyən etdiyi, deməli, o qaydaya əsasən sertifikasiyadan keçirirlər. Yəni, hər 5 ildən bir müəllimlər sertifikasiyadan keçirirlər. Əlbəttə ki, kimlər keçmirdi? 3 yaşadakı sosial məzuniyyətdə olanlar deməli sertifikasiyadan azad olurdular. Bir də ilk dəfə işə qəbul olanlar 5 il müddətində
sertifikasiyadan azad olur və yaxud da ki, 3 dəfə sertifikasiyadan keçmiş şəxslər, yəni bir dəfəlik sertifikasiyadan azad olurlar.